Salam, hər vaxtınız xeyir olsun. Bu günləri mən sizə şifa xalq ədəbiyyatı haqqında məlumat verəcəm. Şifa xalq ədəbiyyatının mövzumuz lirik növ və epik növdür. Əvvəlcə gəlin müəyyənləşdirək görək şifa xalq ədəbiyyatı nədir? Şifa xalq ədəbiyyatı xalqın ədəbiyyatıdır. Xalq ədəbiyyatı ona görə deyirlər ki, xalq tərəfindən yaradılmış bir ədəbiyyatdır. Yəni ki, bunun bir müəllifi, iki müəllifi yoxdur. Bütün xalq tərəfindən yaranıbdır. Ağızdan ağıza, dildən dilə keçərək, müəyyən dəyişikliklər görərək, dəyişikliyə uğrayaraq gəlib bugünkü dövrümüzə gəlib çatmışdır. Ona görə də şifahi deyirlər ki, yəni ağızdan ağıza gəlibdir. Onun üçün ədəbiyyat ümumiyyətlə iki yerə bölünür: şifahi və yazılı. Şifahi ədəbiyyatının müəllifi yoxdur. Bütün xalqdır müəllifi və şifahi xalq ədəbiyyatında bir əsərin bir neçə versiyası mövcud ola bilər. Amma yazı ədəbiyyatı elə deyil. Yazı ədəbiyyatda əsərin müəllifi olur və bir əsərin bir versiyası olur. Gəlin belə baxaq. Məsəl üçün, Kitab Dədə Qorqud və yaxud da Koroğlu. Yenə Koroğlunu deyirəm. Koroğlu şifa xalq ədəbiyyatıdır. Ağızdan ağıza, dildən dilə keçərək bugünkü dövrümüzə gəlib çatmışdır. Və şifa xalq ədəbiyyatı olduğuna görə Koroğlunun bir neçə versiyası var. Özbək versiyası var, Türk versiyası var, Azərbaycan versiyası var və s. Koroğlu deyirlər, Goroğlu deyirlər, ondan sonra Güroğlu deyirlər və s. kimi versiyaları var. Koroğlunun bir versiyasında Koroğlu kör kişinin oğludur. Bir versiyasında məsəl üçün Koroğluya Goroğlu deyirlər. Anası onu qəbirdə doğur, o da qəbiri deşir, çıxır çölə. Belə versiyaları var. Ona görə belə versiyaları var ki, çünki əsərin bir dənə tam orijinalı yoxdur. Bu əsərin məsəl üçün bir dəfə mənim yanımda, tutaq ki, sən gəlsən mənim yanımda bir dənə bir söz deyirsən, mən də bunu başqasının yanında deyirəm, o da gedir başqasının yanında deyir. Hərə bir dəfə deyə zaman düşür, zaman ölür. Artıq əsərin versiyası dəyişir, başqa bir yerə gedir, çıxır. Və bu şifa xalq ədəbiyyatına məxsus bir xüsusiyyətdir. Şifa xalq ədəbiyyatı çox şaxəli olur, amma yazı ədəbiyyatı belə deyil. Yazı ədəbiyyatda məsəl üçün İblis faciəsini götürürəm, Hüseyn Cavidin. Bunu Hüseyn Cavid yazıb, əsərin müəllifi bilinir kimdir və bunun bir dənə versiyası var. Çünki Hüseyn Cavid bunu yazanda bu formada yazıbdır. Bunun başqa bir versiyası ola bilməz. Və belə. Ondan sonra şifa xalq ədəbiyyatına xalqın adəti, ənənələri, tərbiyəsi, xalqın dünya görüşü və s. hamısı bu ədəbiyyatda öz əksini tapır. Bir xalqı tanımaq üçün o xalqın hansı mənzərədə mənsub olduğunu bilmək istəyiriksə, biz onun əvvəlcə şifa xalq ədəbiyyatına baxmalıyıq. Çünki dediyimiz kimi xalqın bütün dünya görüşü, həyatı bax o ədəbiyyatda gizlənibdir. İndi biz bu ədəbiyyatı oxuduqca, keçdikcə görəcəyik ki, həqiqətən də dediyimiz sözdə haqlılıq payı çoxdur. Əsasən tədqiqatçılar bir xalqı tanımağa çalışanda, öyrənməyə çalışanda onun ədəbiyyatına əvvəlcə müraciət edirlər ki, görək bu ədəbiyyatında bunların mifi necədir, satiraları necədir, bunların nəğmələri hansı formada olubdur. Ona görə də xalqın həmin xalqın tarixi haqqında, mədəniyyəti haqqında, həmin tarixdəki dövr haqqında ətraflı şəkildə məlumat əldə edirlər. Şifa xalq ədəbiyyatı yazılı ədəbiyyat kimi üç yerə bölünür: lirik, epik və dramatik. Lirik növ dediyimiz kimi lirizm deyirlər buna, yəni ki, burada musiqili, tərənnüm aparıcı olur. Lirik növün yazılı ədəbiyyatdakı növləri var idi. Məsəl üçün qəzəl, qəsidə, qitə, qoşma, gəraylı və s. bunlar idisə, yazılı ədəbiyyatdakı növü nəğmələrdir, mahnılardır və bayatılardır. Nəğmələr özü bölünür mövsüm nəğmələrinə, məişət nəğmələrinə, qəhrəmanlıq nəğmələrinə və s. Birinci gəlir məişət nəğmələri. Məişət nəğmələri nədir? Əmək nəğmələri daha doğrusu. Əmək nəğmələri iki yerə bölünür: holavarlar və sayacı sözlər. Holavarlar, ona görə bir yadımıza saxlayaq ki, holavar nədir? Holavarı ho sözündən yadımıza saxlayaq. Axı inəyə nə deyirik? Öküzə ho inəyim, ho, ho. Ho sözündən yadımıza saxlayırıq ki, əgər şeirdə inək, öküz, davar adı keçirsə, bu holavardır. Deyir ki, ho öküzüm, ho güc eylə kətana, ho və s. İndi şeirdə də deyəcəm. Bir də var ki, sayacı sözlər. Sayacı sözlər nədir? Sayacı sözlərdə heyvandarlıqla ayda. Bu niyə tərs olubdur? Sizin yanınızda bunun tərsliyini düzəldim. Öküz öküz, xan öküz, dırnaqları qan öküz, sən kötənə gücə ilə, mən də deyim can öküz.
bu formadadır. Sayıcı sözlər nədir? Sayıcı sözlər isə çoban öz qoyununa deyir. Deyir, nənə manazlı qoyun, qırqovlu gözlü qoyun, qatığı kəsmək, pendiri kəsmək, qatığı üstü qoyun. Sayıcı sözlərdə saymaqdan yadımıza saxlayaq. Qoyunların axı sayı çox olur. Çobanlar da qoyunlarını sayırlar da, hər gün aparanda, örüşə gətirəndə sayırdılar. Oradan da elə sayıcı sözlər formalaşır, belə yadımızda saxlayaq. Ondan sonra var mövsüm nəğmələri. Mövsüm nəğmələri nədir? Mövsüm nəğmələri xalq əvvəlki zamanlarda inanırdılar ki, əgər hər hansı bir təbiət hadisəsinin qarşısında aciz qalanda inanırlar ki, əgər biz bunun üçün nəğmə oxusaq, təbiət də bizə daha çox sevər və bizim köməyimizə yetər. Bu formada təbiət nəğmələri, yəni mövsüm nəğmələri meydana gəlir. Xalq keçmiş zamanlarda qazancı nədən idi? Əkməkdən, becərməkdən, torpaqdan qazanırdı. Və bəzən olur güclü yağış yağırdı, məhsulun əldə edilməsinə problem yaradırdı. Və yaxud da ki, güclü gün çıxırdı, yağış yağmırdı, quraqlıq olurdu, xalq bundan əziyyət çəkirdi. Və belə vaxtlarda mövsüm nəğmələri meydana çıxır. Gün çıxması üçün, yağışın kəsməsi üçün gün çıxdı, yağışın yağması üçün isə qodu nəğmələrindən istifadə edirdilər. Ondan sonra var xalqın məişətini, güzaranı ifadə edən nəğmələr ki, bunlara da daha doğrusu oxşamalar, laylalardır, amma yadımdan çıxdı, mərasim nəğmələrim demədim. Mərasim nəğmələri var ki, elə mərasim nəğmələrdə xalqın məişətini, güzaranını göstərir. Mərasim nəğmələri hansılardır? Toy nəğmələri və ağı nəğmələri. Toy nəğmələri də əsasən toy vaxtında oxunurdu ki, züf töküb üzə dilbər, çıxıb da düzə dilbər, duvaqsan üzünə gəlməsin gözə dilbər. Bir də var ağlar. Ağlar nədir? İnsan öz yaxınını itirəndə, bu faciə ilə barışa bilməyəndə, öz dərdini yüngünləşdirmək məqsədi ilə, həm də ölənin əzizləmək məqsədi ilə, onu belə nələr demiş, urvatda tutmaq məqsədi ilə ağlar deyərdilər. Ağlaram ağlar kimi, dərdim var dağlar kimi, xəzəl olum tökülən bir aynə bağlar kimi. Aha. Bu da bizim mərasim nəğmələrimizdir. Ondan sonra qəhrəmanlıq nəğmələrimiz var ki, məsəl üçün qəhrəmanlara oxunardı ki, onlar daha da qüvvətləndirsinlər, daha da güclənsinlər deyə qəhrəmanlıq nəğmələri oxunardı. Məsəl üçün hoy dəlilərim, ho müxənnət ordusu talansın gərək və s. kimi nəğmələr var da, bunlar da qəhrəmanlıq nəğmələri deyilir. Ondan sonra var məişət nəğmələri ki, bunlara da bayatılardır və laylalar, oxşamalardır, laylalardır, üzrü sayın. Laylanı necə fərqləndirir? Layla hər ikisində ana öz övladına olan məhəbbətini göstərir, ona olan sevgisini ifadə edir. Amma laylalarda uşağı yatızdırmaq üçün ifadə olunur. Oxşamalar isə uşağı oyadanda onu əzizləmək məqsədilə ifadə olunur. Oxşamaya eyni zamanda nazlama və yaxud da əzizləmə də deyilir. Ondan sonra var bayatılar. Bayatılar da insan qəlbinə kövrən həzin duyğuları, səmiyyəti ifadə edir. Bayatılar yığcam olur, bir bətdən ibarət olur. Hər bətdə 4 misra olur. Hər misrada 7 hecadan ibarət olur. Birinci, ikinci misralar, üçüncü, dördüncü misralar üçün zəmin rolu oynayır. Əzizin vətən yaxşı, geyməyə kətən yaxşı, gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı. Bir də var mahnılar. Mahnılar isə özünə məxsus musiqi havası olması ilə fərqlənir. Nəğmə ilə mahnını bir-birinə qarışdırır. Belə fərqləndiririk ki, mahnının özünə məxsus musiqisi var, melodiyası var, amma nəğmənin özünə məxsus melodiyası, musiqisi yoxdur. Qaragilə apardı sellər saranı, İravanda xalq almadı, bunlar isə bizim mahnılarımızdır. Ondan sonra keçək epik növə. Epik növ nədir? Epik növ epos sözündəndir. Yazılı ədəbiyyatda demişdim, epos sözündəndir. Danışmaq, nağıl etmək mənasına gəlir. Şifahi xalq ədəbiyyatında epik növün janrları əfsanədir, rəvayətdir, lətifədir, tapmacadır, atalar sözüdür, məsələlərdir, yanılmazdır və nağıllardır. Birinci başlayaq əfsanədən. Əfsanədə ağlasılmaz, möcüzəli, fantastik, səciyyəli, qeyri-hadisələrdən söz açılır. Burada sehirə, fantastikaya çox yer verilir. Bizim ədəbiyyatda buna əfsanə deyirlərsə, digər ədəbiyyatlarda mif və ya mif deyirlər və s. Bir də başqa söz də var idi, ona əsatir deyirlər. Əsatir, mif, əfsanə. Yəni bunların hamısı bir gedir, bir mənanı ifadə edir. Çünki bunu ona görə mif deyirlər ki, ağla sığmazdır, reallıqla əlaqəsi yoxdur. Və insanlar əfsanələr necə yaranıb deyim. İnsanlar təbiət hadisələri qarşısında dediyim kimi bayaqlarım aciz qalırdılar, dərk eləyə bilmirdilər, anlaya bilmirdilər ki, yəni bunun qaynağı nə ola bilər. Demək, bugünkü dövrümüzdə hər hansı bir şey baş verən kimi tutaq ki, çıxırıq çöllərə, görürük ki, çöldə, məsəl üçün mənim başıma gəlibdir, uşaq vaxtı olanda və yaxud da böyüyən vaxtı çölə çıxmışıq.
Səmaya baxanda baxdıq ki, hə, səmada nəsə bir ulduz axdı. Və yaxud da görürük ki, nəsə bir qırmızı bir şeydə partladı, söndü. Nəsə bir yana-yana bir şey getdi. Baxırıq, giririk, məsələn, test şəklini çəkirik, onun internetdə araşdırırıq və yaxud da elə internetdə araşdırırıq falan. Və yaxud da elə giririk ki, sosial şəbəkədə bunlar haqqında ətraflı məlumat verirlər ki, bu meteorit düşməsi idimi və yaxud da ulduz partlaması idimi, hər nəsə də bunun haqqında məlumat verirlər. Biz artıq bilirik ki, bu nədir? Buna görə də bundan qorxmuruq. Amma qədim zamanlarda, həmin o keçmiş dövrlərdə insanlar bilmirdilər ki, bu hadisələrin səbəbi nədir? Və yaxud da baxırdılar ki, göydə bir ulduz axdı. Qəbul edə bilmir də, beyin axı təbiət yüksək sürətlə inkişaf edən vaxtda beyin axı bunu qəbul edə bilmir. İnsan hələ beyni o dərəcədə inkişaf eləməyibdi və yaxud texnologiya o qədər inkişaf eləməyibdi. Sən bilə bilmirsən də bu nədir? Və yaxud da günəşi görürlər, çox par-par parıldayır. Və yaxud da güclü yağışın yağmağını görürlər ki, yağış yağır, hər tərəfi sel basır. Və yaxud da bir külək əsirdə aləmi qatırdı bir-birinə. Aha, insanlar bu hadisələrin qarşısında başlayırlar qorxmağa və bunun kimlərsə tərəfindən olunduğunu fikirləşirlər. Və belə-belə başladı əfsanələr yaranmağa. Çünki insan ağıla gəlməz, ağılına sığmadığı, dərk edə bilmədiyi şeyləri başlayır fantastika ilə bağlamağa. Və belə də nəticədə əfsanələr və fantaziyalar formalaşdı. Əfsanələrin növləri var. Zoonomik əfsanələr, bunlar heyvanlarla, quşlarla bağlı olan əfsanədir. Məsələn, səməndər quşu zoonomik əfsanədir. Səməndər quşunun əfsanəsi necə olur? Bu oda inanma, quşa tapınma motivləri burada var. Burada səməndər quşu öz polad dimdiyini caynağına sürtür və alışır, yanır, külə dönür və küllərindən yenidən doğur. Ədəbiyyatımızda bunun yenidən doğuşu özünə inamı ifadə edir. Yəni insan nə qədər məhv olsa da, ən dibə batsa da, ən son nöqtəni görsə də, yenidən o küllərindən doğmağı, ən qaranlıq quyudan ən dibdən çıxmağı bacarmalıdır. Bu motivi ifadə eləyir. Yer adları ilə bağlı əfsanələr var, toponomik əfsanələr. Məsəl üçün Ceyranbatan əfsanə, Ceyranbatan var. Ceyranbatan deyirlər də, hə, Sumqayıt ərazisi. Buna əfsanəsi var ki, əfsanələr var və yaxud da Sumqayıtın özünün belə əfsanəsi var ki, yəni bu ağla sığmaz, amma hər yerin özünün əfsanələri var da bu formada. Ondan sonra tayfa xalq nəsl adları ilə bağlı əfsanələr var ki, etnonomik, buna da etnomik əfsanələr deyirlər. Səma cisimləri ilə bağlı əfsanələr var ki, buna da kosmogonik əfsanələr deyirlər. Bunların adlarını öyrənməliyik, çünki testdə qarşımıza testdə çıxacaqdır. Ondan sonra rəvayətlər var. Rəvayətlər də burada hər hansı bir hadisə nağıl olunur, danışılır. Əfsanədən fərqli olaraq rəvayətlərdə tarixi hadisə ilə bağlı olmalıdır. Yəni bunun reallığı olmalıdır. Bu reallıq əsasında bu rəvayətlər formalaşır. Yəni bu kimsə sənin yanında rəvayət edir, bu 100% bu doğru olmalıdır deyə bir şey yoxdur. Çünki dediyim kimi ağızdan ağıza keçirsə müəyyən dəyişikliyə uğramalıdır. Amma sonu, əsası gedib baxanda əsasda həqiqət payı, reallıq payı olmalıdır. Yəni fakt kimi, real kimi bu şəxs yaşamalıdır. Həyatda olmalıdır ki, sən bunun haqqında danışa bilərsən. Məsələn, səməndər quşunun varlığı fakt kimi yoxdur. Buna simurq quşu deyirlər də. Bunun fakt reallığı yoxdur ki, belə bir həqiqətən belə par-par parıldayan bir quş olub. Çünki bu əfsanədir. İnsanlar belə təsəvvüründə formalaşdırıbdır. Amma məsəl üçün Astiaqtu, Tomristi, Nuh peyğəmbər, bunların tarixdə varlığı ilə bağlı reallıqlar var ki, onun əsasında rəvayətlər formalaşıb. Ondan sonra lətifələr var. Lətifələr insanlar cəmiyyətdə gördüyü eybəcərliyi ifşa eləmək üçün lətifələrdən istifadə edirlər. Lətifələr komiklik özünü göstərir, gülməli olur. Amma bu gülməli sadəcə insanları güldürmək məqsədilə yaranmış deyil. Yaramayıb təkcə bu insan burada gülsün. İnsanlar eyni zamanda buradan dərs götürsünlər, bir nəticə çıxarsınlar deyə yazılır. Lətifədə eyni zamanda yumor olan zamanda sarkazm da mövcud ola bilər ki, yumor daha yumuşaq gülüşsə, sarkazm, satira isə daha sərt, öldürücü, ifşa edici gülüş hesab olunur. Lətifələrin sonu məsələləri yaradır. Məsəl üçün Molla Pənah neymiş? Molla Nəsrəddin lətifəsi var, Yorğan dava Yorğan davasıdır. Dava Yorğan davasının əvvəlində bir hadisə olur. Bu lətifədə danışır və sonunda da ki, dava Yorğan davasıdır. Bu sonluq artıq məsəli formalaşdırır. Bizə sual düşəcək ki, hansı şifahi xalq ədəbiyyatının janrıdır ki, sonluğu yeni bir janr formalaşdırır? Sən yazacaqsan lətifəni. Ondan sonra atalar sözü və məsələlər var. Atalar sözü və məsələlər hikmətamiz ifadələr deyilir. Hər ikisində geniş, atalar sözlərində qanatlı ifadələr də deyilir eyni zamanda. Hər ikisində geniş bir kitablıq
məzmun, bir kitablıq məna bir cümləyə və yaxud da ki, bir cümləyə sığışdırılır. Bunlara atalar sözü deyilir. Və yaxud da məsəllər. Atalar sözü ilə məsəlin fərqi ondan ibarətdir ki, atalar sözünü deyən kimi konkret başa düşürsən ki, söhbət nədən gedir? El gücü, sel gücü. Yəni o deməkdir ki, el nə qədər biri olsa, sel kimi hər şey, qarşına çıxan hər şey vurar, yıxar, aşırdır. Amma dava yorğan davası və yaxud da sən çaldın deyəndə, sən başa düşmüşsən ki, sən çaldın nədir? Sən bunun arxasındakı lətifəni bilməlisən ki, məsələ başa düşə biləsən. Ondan sonra tapmacalar və yanıltmazlar var. Tapmacalar hər hansı bir hadisə, əşya haqqında üstü şəkildə məlumat verilir, məcazi təsvirlər olunur və sən bunu tapırsan. Tapmacanı heç vaxt hərfi mənasına görə tapmaq mümkün deyil. Yəni ki, elə sözü deyim, tutaq ki, deyirəm ki, tapmacalar çox bilirdim, hal-hazırda yadımdan çıxıbdı, çox yadımdan çıxıb. Məsələn, indi standartını deyim də, o yanı qaya, bu yanı qaya, Şaqqulu bəy otaqda. Yəni, məsələn, mən bunu deyəndə, sən bunun hərfi mənasında iki qayanı axtarsan, Şaqqulu bəy axtarsan, tapmacanı tapa bilməyəcəksən. Onun dərinliyinə getməlisən. Və yaxud da deyir ki, nə bilim, yadımdan çıxdı, neysə, bu formadadır. Ondan sonra var, bir də yanıltmazlar var. Yanıltmazlar, bir dənə də bir söz deyim. Bəzən fikirlərimdə qırılmalar ola bilər. Bunun üçün də üzrlü hesab edin. Tapmacalar yazılı ədəbiyyatdakı qıfıl bəndi xatırladır. Qıfıl bənddən fərqi odur ki, tapmacanın cavabını sən bir sözlə ifadə edə bilərsən, amma qıfıl bəndin cavabını sözlə ifadə edə bilməzsən. Qıfıl bəndin cavabı şeylə deyilirsə, şeylə də cavabı verilməlidir. Ondan sonra var yanıltmazlar. Yanıltmazlar əsasən uşaq nitqini formalaşdırmaq məqsədi ilə istifadə olunur. Günü bu gün də istifadə olunur. Loqopedlər əsasən uşaq nitqini təkmilləşdirmək üçün istifadə edirlər. Burada eyni səslərin daha çox üstünlüyündə təkrarlanması yanıltmazları formalaşdırır. Ondan sonra var, həm yanıltmazlar həm nəzmli olur, həm də nəsilli olur. Ondan sonra var nağıllar. Nağıllar da folklorumuzun ən qədim janrlarından biridir. İnsan qədim dövrdə yaşatdıqlarını, yaratdıqlarını nağıl formasına danışıb, o dövrdən bu dövrə ötürmüşdür. Nağıllar 3 yerə bölünür. Sehirli nağıllar, məişət nağıllar və heyvanlar haqqında nağıllar. Nağıllar mövzu, məzmun etibarilə əslən 3 yerə bölünür. Heyvanlar nağılı nədir? Bax, bu cümləni yadda saxlayın. Heyvanlar haqqında nağıllarda haqsızlıq, ədalətsizliklə mübarizə motivləri mühüm yer tutur. Bu nağıllarda xeyir və şər təmsil etməklə heyvanlar 2 qrupa bölünür. Haqsızlıq və ədalətsizlik, mübarizə motivləri mühüm yer tutur bu nağıllarda. Ondan sonra sehirli nağıllarda qəhrəman öz arzusuna çatmaq üçün adi şər qüvvələri, cin, div, əjdaha, ifritələrlə burada mübarizə aparır. Məişət nəğmələrində isə, daha doğrusu məişət nağılında isə həyatda baş verən real hadisələr burada canlandırılır. Burada baş qəhrəman sadə olur, təvazökar olur. Öz ağlı qüvvətinə, öz ağlının sayəsində bütün pisliklərdən yaxa qutarır, qalib gəlir. Bu qədər uşaqlar. İnşallah ki, inanırım ki, bu video izahım sizin üçün uğurlu olacaq, yaxşı olacaq, müsbət təsir edəcək. Sizdən də xahişim odur ki, videonu bəyənməyi, komment atmağı, dəstək olmağı unutmayın.